salavat sıkıyordum. Allahümme salli ala Muhammed Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed Ali La'netullahi ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Salam değerli müminler, müslümanlar. Sizi görməkdən çox şadıq. Allah Teala inşallah bizi həmişə belə müqəddəs yerlərdə xoş niyyətlərlə yığsın. Allah aqibətimizi xeyirli eyləsin inşallah. İmam Aleyhisselam buyurur: "Ləvla xamsu xisalin ləsəran nasu kulluhum salihin." Əgər 5 mənfi xüsusiyyət olmasaydı, bütün insanlar salih olardılar. Bütün insanlar yaxşı olardılar. 5 maniyə vardır. Bu 5 mənfi xüsusiyyət, maniyə insanları pisləşdirir. İnsanlar o günahlarının, əməllərinin təsirindən cəmiyyətdə mənfi sayılırlar və o insanlar cəmiyyətdə pisliyi təbliğ edirlər. Özlərini islah edə bilmirlər. Birincisi, əvvəluha əl-qənaətu bil-cəhl. İmam buyurur, 5 günah var, 5 xüsusiyyət var, insanların salih olmasını qarşısına alır. Yaxşı olmasına mane olur. Birincisi, nadanlığa kifayətlənmək, cəhalətə kifayətlənmək. Bir var, insan bilmir, bilmədiyini də bilmir. Buna deyirlər cəhli mürəkkəb. Bu insanı oyatmaq, başa salmaq çox çətindir. Bir də var, yox, bilmir, bilmir. Bilir öyrənməlidir. Bilir dinləməlidir. Oxumalıdır. Ya oxumur, öyrənmir, ya da tam öyrənmir. Öz savadsızlığına kifayətlənir. Görürsən, bəzən bir məlumat eşidir, o məlumatı araşdırmaq əvəzinə, o xəbəri çək, çövür etmək əvəzinə tez onu qəbul edir. Quran deyir, xüsusilə ya əyyuhəllədinə amanu, in ca'akum fasiqun binəbəin fətəbəyyən. Sizə hər hansı bir fasiq xəbər gətirdirsə, onu araşdırın. Niyə fasiq deyir? Ona görə ki, fasik yalan danışar, sizi aldatmaq istəyər. Çünki adı üstündədir. Sən onu araşdırmalısan. Mömin xəbər gətirsə, araşdırmamalıyıq, onu da araşdırmalıyıq. Mömin bilə-bilə sənə yalanı deməz, amma səhv edib, sənə yanlış xəbər verə bilər. Səhv edib, hər hansı bir məlumatı səhvən sənə verə bilər. Ona görə də hər halda araşdırmalısan. Sadəlöv insanlar o insanları deyilir ki, onlar xəbər eşidən kimi qəbul edirlər və bəzən də hökm çıxardırlar. O xəbər üzərindən danışırlar. İmam buyurur, əgər insanlar bilmədiklərini öyrənsələr, o 5 amillərdən biri aradan qalxar. Bəli, adamlar var, bilirlər, amma bilə-bilə də haqqı inkar edirlər. O artıq başqa amillərin təsirindəndir. Quran deyir, "Ellezine ataynahumul kitabe ya'rifunehu
Kəmə ya'rifun abnahum. Kitab əhli peyğəmbərinizi öz oğlan övladları kimi tanıyırdılar. Ərəblərdə xüsusilə cahil ərəblərdə xüsusilə oğlan övladına daha çox əhmiyyət verilirdi. Bugün bizdə də təsvir olsun belədir. Bizdə də belədir. Görürsən ki, Allah ona oğlan övladı verəndə daha çox sevinir. İndi gələ birinin 5 dənə, 6 dənə oğlu ola, bir qız ona veriləndə deyək ki, Allah çox şükür sənə, mənə qız verdin. Bunlar hamısı imtihandır. Mən hətta xanımlarla danışanda deyirdim, siz deyirsiniz, bəzi kişilər qadınların hüquqlarını qorumur. Siz özünüz də bəzən öz hüquqlarınıza lazımı qiyməti vermirsiniz. Necə yəni? Dedim, indi sənə Allah oğlan versə, çox sevinərsən, ya qız uşağı versə. Dedi, əlbəttə oğlan. Dedim, görürsən, sən özün də hələ qıza o qiyməti vermirsən. Cahil ərəb düşüncəsində oğlan övladı övlad sayılırdı. Qız uşaqlarını siz bilirsiniz, onların bir qismi dil bastırırdılar. O digərləri də oğlan kimi qıza qiymət vermirdilər. Ona görə Allahın Rəsuluna Allah xanım Zəhranı verdi və Əhl-i Beytin nəslini xanım Zəhra ilə davam elədi. Hətta İmam Zaman ağanın barəsində Peyğəmbərimiz danışanda deyirdi, min vuldi Fatıma, Məhdi min vuldi Fatıma. Həzrəti Məhdi Fatimənin balasıdır. Allah salli ala Muhammed ali Muhammed. Dinimizdə bu məsələlər çox önəmlidir, çox əhəmiyyətlidir. Bu cahil ərəblərə xas olan bir xüsusiyyət idi. Bugün də təəssüflər olsun, bu davam edir. Salavat zikr edin Peyğəmbər və Peyğəmbər. Allahümme salli ala Muhammed və ali Muhammed. Acil fərəcə. İnsan gərək bilmədiyini öyrənə. Amma bu kifayət deyildir. Kitab əhli öz oğlan övladları kimi Peyğəmbəri tanıyırdılar. Cahiliyyət dedim, ərəb dönəmində, camiyyəsində xüsusilə oğlan övladına daha çox qiymət verirdilər və daha çox diqqət mərkəzində idi. Allah deyir, necə siz öz oğlan övladlarınızı tanıyırsınız? Bizdə də məsələ var, deyirlər, lalın dilini anası bilər. Yəni, validin öz uşağını yaxşı bilib tanıyır, xüsusilə ana, hətta lal olsa belə. Bir Peyğəmbəri elə tanıyırdılar. فَلَا تَكُنْ اَوَّلَ كَافِرٍ بِهِ. Siz olmasa ilk kafir olmayın. Siz ki tanıyorsunuz Peyğəmbər kimdir. O deyilən xüsusiyyətlər büsbütün bu Peyğəmbərdə cəmləşir. يَجِدُونَهُمْ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاتِ وَالْإِنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ. Tevrat və İncildədir, kətbi surətdə Peyğəmbər barəsində bunlar oxumuşdular. Bunu nə üçün deyirəm? Bilmək lazımdır, amma kafi deyil. Bilənlər var, bilənlər olublar, keçmişdə, Peyğəmbər dönəmində də, ondan öncə də, amma haqqı inkar ediblər. Mən sizə çox danışa bilərəm bu barədə. Birini deyim sizə, Hənzələ Qəsilül Məlaki haqqında eşidibsiz. Bu şəxs evlənirdi, toy günüydü, xəbər çatdı ki, Uhud müharibəsinə getməlidir. Müharibəyə getməlidir. Müharibə başlayır. Bu Peyğəmbərdən icazə aldı, bir gecə həyat yoldaşı ilə oldu. Bir gecə. Sonra getdi müharibəyə, orada şəhid oldu. Onun adı nədir? Hənzələ. Uğusunu verməmişdi hələ. Peyğəmbər dedi,
ona mələklər qüsul verirlər. Peyğəmbərin huzurunda vuruşasan, şəhid olasan, özdə təzə evlənəsən, üstündən bir gün keçib döyüşə gedəsən, şəhid olasan. Onun işim yoxdur. Bunun atası var idi, Əbu Amir adında. Bu Peyğəmbərdən öncə, yəni Peyğəmbərimiz Peyğəmbərliyə seçilməmişdən qabaq, Peyğəmbərin gəlişi barəsində təbliğat aparırdı. Peyğəmbəri insanlara çatdırır. Necə bugün biz İmam Zaman haqqında danışırıq, bir ağa gələcək. O da belə Peyğəmbərin beysəti barəsində, axirət zaman Peyğəmbərin gəlişi haqqında insanlara məlumat verirdi. Savadlı bir adam idi. Uzun sözün qısası, Peyğəmbər Peyğəmbərliyə seçiləndən sonra bu şəxs Peyğəmbərə qarşı çıxdı. Peyğəmbər haqqında ona dedi, Əbu Amirul Fasıq. Fasıq Əbu Amir. İndi səbəbləri nədir? Uzadıb bir söhbətdir. Bu kimin atasıydı? Hənzələnin atasıydı. Əsilul Mələikənin. Tarix yazır ki, Hənzələ gəldi. Peyğəmbərə dedi, əgər sən mənə atamın qətlə yetirilməsinə göstəriş versən, mən ona hazırım. Mən onu edərəm. Bunu kim dedi? Bu Hənzələ dedi, Peyğəmbər dedi, yox. Bu lazım deyil. O fasiqdir, Allah onun cəzası verəcək. Bu bilirdi. Bu özü Peyğəmbər təbliğ edirdi. Tevratı da bilirdi, İncili də bilirdi. Səmavi kitablardan agah idi, amma haqqı inkar elədi. Şümür. Peyğəmbəri tanıyır, Həzrət Əlini tanıyır, Həzrət Əlinlə birgə Siffin döyüşündə Muaviyə qarşı vuruşur, amma gəlir, sonra görün Kərbalada hansı cinayətləri eləyir. Elm, bilgi lazımdır, amma kafi deyil. Bir hədis deyim sizə, bu barədə çox dayanmayın. Bizim iki cür elmimiz var. Bir, bizim öyrəndiyimiz elm var. Bir də Allahın bəxş etdiyi elm var. Kitab oxuyursan, talih eləyirsən, dərsə gedirsən, bu elmi kəsb eləyirsən, təhsil alırsan. Bizim dildən, dinimizdən az çox məlumatlarımız var. Hərənin öz məlumatı vardır. Birinin azdır, birinin çoxdur. Peyğəmbərimiz buyurur, deyir, mən amilə bimə ya'ləm. Hər kəs bildiyini əməl eləsə, vərithəhullahu ilmə mə ləm ya'ləm. Allah ona bilmədiklərini öyrədər. Görün nə deyir, ha? Deyir, hər kəs bildiyini əməl eləsə, Allah bilmədiklərini ona öyrədər. Burada iki elm oldu. Bir sənin oxuduğun, öyrəndiyin elmdir. Bir də Allahın sənə öyrətdiyi elmdir. Deməli, sən əgər bugün qeybətin, yalanın, böhtanın, süzənin, digər günahların barəsində məlumatlısansa, bilirsənsə bunlar olmaz, onlara əməl eləsən, Allah sənə özü elmləri öyrədəcək, sən başa salacaq. O elmlər, elm, bilgi, məlumatdır. Bugün kompüterdə, telefonda da elmlər, bilgilər var. Səndə də məlumat ola bilər. Bələm Baura elm sahibidir. Kitab əhlinin, xüsusilə yəhudilərin böyük əksər alimləri elmli, savadlı idilar. Quran nə deyir Cümə surəsində? Məsəlullədinə hummilud təvrata thumma lam yahmiluha kəməsəlil himari yahmilu asfara. Kitabdan agah olub, onun göstərişlərinə əməl etməyənlər belində kitab gəzdirən, kitab daşıyan uzunqulağa bənzəyir. Nə olsun kitabı bilirsən? Əməl. Əməl eləsən, Allah bilmədiklərini sənə öyrədər. Vəttəqullah və yuallimukumullah. Siz təqvalı olun, Allah sizə elm öyrətsin. Bir də görürsən ki, Hənzələ başa düşür, Peyğəmbəri qəbul edir, atası o elmlə Peyğəmbərə qarşı çıxır. Hətta təfsirdə Bələm Bağır haqqında yazırlar,
175-ci ayədə Əraf surəsində ayədə Allah buyurur: "Vətlu aleyhim nəbə'əl-ləzi ətəynəhu ayatina." Ayə, kəramət verdiyimiz şəxsin barəsində oxu. Bu ayənin təfsirində yazırlar ki, Bələm Bağra, bilirsiniz, Bəni İsraildə bir savadlı alim, həm də duası müstəcab olan bir şəxs idi. Düşdü Fironun təsirinə. Firon onun tamakarlığından istifadə etdi, onu Musaya qarşı qoydu. Dedi, get qarış elə, Allah Musanı məhv eləsin. Bu da gəldim indi uzun qulağa, bu təfsirin, deyirəm sizə, ayənin təfsirində var. Heyvana mindi ki, o bir yeri var idi, orada dua eləyirdi, heyvanla ora geçsin, heyvan yerindən hərəkət eləmədi. Təfsirdə yazırlar ki, bu heyvanı vurdu ki, hərəkət eləsin. Heyvan dilə gəldi, dedi, sən məni Musaya qarşı qoymaq istəyirsən, mən bir addım Musaya qarşı addım atmaram. Nə deməkdir bu? Əgər bildiyinə əməl eləməsən, bir gün uzun qulağın başa düşdüyünü də başa düşməyəcəksən. Bildiyinə əməl eləməsən, Əbu Amir, oğlun Hənzələnin anladığını anlamazsın. Söhbət burada əqli əməlidən gedir. Nəzəri baxımından bilirdi, əməli baxımından. Peyğəmbərimiz nədir? Dedi, hər kəs bildiyini əməl eləsə, Allah bilmədiklərini ona öyrədər. Amma hər kəs də bildiyini əməl eləməsə, Allah onun bildiklərini ondan alar. Bilər, amma ona qarşı gedər. Siz oturubsuz otaqda, görürsünüz ki, qazın qoxusu gəlir. Hardansa sızır qaz. Siz onu 1 dəqiqə siliyərsiniz, 2 dəqiqə siliyərsiniz, az çox. Əgər durub o sızıntının qabağını almasaz, 10 dəqiqədən sonra onu hiss etməyəcəksiniz. O sizi boğacaq, ya da o ev yanacaq. Günahlar da belədir. Günahları insan əvvəl hiss edir. Sənə xəbərdarlıq olunur. Ona əhəmiyyət verməyəndə, necə o qoxu hiss etmə, o duyğusu səndən alınır, elmə əməl etməyəndə, bilgivə əməl etməyəndə də o duyğu səndən alınır. Elm olacaq. Ola bilsin yadında qalır ki, qaz sızır, amma hiss etməzsən. Bu, öz bildiyinə əməl etməyənlərin aqibətidir. Bildiyinə əməl edən insanların aqibəti isə uca olacaq. Görürsünüz, siz tarixə baxın, adi bir insanlar var. Yəni, elm baxımından dərin elmləri olmayıb, amma bu insanlar öz yolunda sabit qədəm olublar. Amma bəziləri olub, elmi bilgisi də olub, Peyğəmbərin yanında olub, hətta döyüşdə də olub, düzdür, bəzən qaçıb, amma gəlib həssas məqamda ayağı büdürüyüb. Bilgi lazımdır, amma kafi deyildir. Salavat sikirəyim, Peyğəmbər və Ali Peyğəmbər. Allahümmə salli ala Muhammed. İmam Əli əleyhissalam buyurur, hər kəs çalışsa, elm öyrənsə, o 5 amildən biri aradan qalxar. Mən dedim, ola bilsin insan bilir hazır, amma sizə deyim ki, hədislər var ki, insanların böyük əksəriyyəti cəhalətdən bu yolu gedirlər. Cəhalət bundan da təhlükəlidir. Öyrənmirik, oxumuruq, bizim oxumaqla aramız yoxdur. Bir uzun-uzadı söhbətdir, gərək bu arada geniş danışaq. Qısa burada mən bitirirəm, çünki hələ 4 amil qalıb. Birinci demək, biz gərək cəhalətimizə, savadsızlığımıza kifayətlənməyək, oxuyaq, mütaliə eləyək. Niyə deyiblər Quran oxuyun? Niyə deyiblər hədisləri oxuyun? Tarixi oxuyun. Məscid və kitabxana arasında olmalıyıq. Quran deyir ki, "Əllezîne yezkurûnallâhe qiyâmen ve qu'ûden ve alâ cunûbihim ve yetefekkərûn." Ağıllı insanların həm zikri var, həm də fikri var. Yetefekkərûn. Yazkurundur, zikr eləyir. Zikrin yeri məsciddir. Fikir eləyir, kitabxanan olmalıdır. Məscidin var, kitabxanan da olmalıdır. İkinci amil, insanların salih olmasının qarşısını alır. Vəl-hirsu aləd-dünya. Dünya hərisliyi. Dünya hərisliyi insanları qoymur salih olsunlar.
Qardaşım, dünya bizdən qabaq olub, bizdən sonra da olacaq. Dünya sənə mənə qalmayıb, qalmayacaq. Dünyaya həddində məhəbbət bəsləmək lazımdır. Dünyaya bu qədər hərislik, gecə-gündüz işləmək, gecə-gündüz pul barəsində düşünmək, sənin özü də səni unudacaqdır. Nə qədər hədislər də var, dünyanı sevmək bütün xətaların, günahların başıdır. Tamakarlıq bəşəriyyəti məhvə aparır. Şümrün bir günahı da tamakarlığı idi. Ömər Səədin də o cinayət etməsinə səbəb olan, onu o cinayətə sürükləyən tamakarlığı idi. Hakimiyyət hərisliyi idi. Bu ikinci amildir. Qoymur insanlar salih olsunlar. Siz cəmiyyətinizdə görürsünüz. Hər yerdə belədir. Şeytanın qıçaqlarından biridir. Təsir vasitələrindən biridir. Görə üstümüzdə işləyək. Bütün insanlarda bu var. Baxın, misal deyim keçim üstündən. Hər bir insanın şəkəri var, təzyiqi var. O təzyiq normada olarsa, sən özü yaxşı hiss edərsən. Aşağı düşsə də başın ağrıyar, başın gicəllənər, yuxarı qalxsa. Dünyaya məhəbbətimiz də belə olmalıdır. Nə aşağı olmalıdır, nə də yuxarı olmalıdır. Aşağı olsa bəziləri var, onun üçün heç bir maraq yoxdur həyatda. Allah elə bizi yaradıb ki, həyat bizə maraqlı olmalıdır ki, işləyək, çalışaq, ailə quraq, dərs oxuyaq, uşaq böyüdək. Amma bu düşsə aşağı, bunu qaldırmalıyıq. O normadan da yuxarı qalxanda Allah deyir aşağı. Ona deyirlər budamaq. Qad əfləhə mən zəkkəha. Hər kəs nəfsini budasa. Budamaq nədir? Budamaqla kəsmək arasında fərq var. Kökündən demir nəfsi kəskinə. Budagina. Görürsən hərisliyi artır, onu kəs. Görürsən ki, şəhvətin həddini aşıb, onu kəs. Görürsən ki, o tamakarlıq hissini artır, onun qabağını kəs. Onun namaz ona görədir, oruc ona görədir. Onun qarşısını al. Onu tam aradan aparmaq İslamın hədəfi deyil. Allah verib bizə onu. İnsanın gərək tamağı ola dünyaya, amma həddində. Bir şey də deyim sizə, yadda saxlayın. Bəzən deyirik ki, mən qorxmuram, mənim qorxum yoxdur. Bu sözlər hamısı savadsız sözlərdir. Hər bir insanda qorxu var. O qorxunu Allah insana verib. Biri də məndə şəhvət yoxdur. Bu səhvdir. Qorxu hissi də şəhvət hissi kimi insanda var. Şücaət hissi kimi var. Bütün bu hissləri Allah bizə verib. Əsas məsələ budur. Qorxu səni idarə edir, ya sən qorxunu idarə edirsən. Şəhvət səni idarə edir, ya sən şəhvəti idarə edirsən. Tamah səni idarə edir, ya sən tamahı idarə edirsən. Bunlar hamısı insanda var. Onda o pis olur ki, şəhvət hissi səni idarə edir. Qəzəb hissi səni idarə edir. İnsan əsəbləşmirsə, heç o xəstədir. Necə yəni, insanın bir görəndə haqsızlığı, narahat olmalıdır. Bizim seyidlər niyə rəhbər olurlar? Allah onlara iki şey verir. Bir, seyidlər haqsızlıqla razılaşa bilmirlər. Əsl seyid heç vaxt haqsızlıqla razılaşa bilməz. O dəyişibsə, onun qanında başqa qanlar varsa, o razılaşa bilər. Əsl seyid razılaşa bilməz. İndi biriniz bir seyiddir, savadsızdır, məlumatı yoxdur. Onlar da o əsəbini başqa cür göstərir. Amma bir savadlı seyid, bir imanlı seyid o qəzəbini əməlində göstərir. Gördünüz necə göstərdi seyidlər? Baxın, dünyada rəhbərlər hamısı seyidlərdir. Niyə? Çünki Allah o hissi onlara verib, istəyir onları rəhbər eləsin. Onlar razılaşmamalıdırlar haqsızlıqla. Kim razılaşır, çıxırsın adam. Razılaşmayanlar gelir qabağa. Onlar rəhbər. Allah istəyir onlar rəhbər olsun. İnnə atayna kəlkəltan. Biz sənə Kövsəri vermişik. Biz sizə rəhbərliyi vermişik. İkincisi də onlar uşaq dünyaya gətirirlər, daha qabiliyyətlidirlər. İstər qadınları, istər kişiləri. İstər nəsil artsın. Bu iki xüsusiyyət, görürsünüz, seyidlər dünyanı bürüyüb. Tarixdə nə qədər seyid qırıblar, öldürüblər, şəhid ediblər. Amma hər yerdə baxsın seyidlər var. Və əsl seyidlər zülmdən, haqsızlıqla barışmayacaq. Bu qan əli, Qəzət Əli qanıdır, İmam Hüseyin qanıdır, İmam Musa Kazımın qanıdır. Qayıdın mətləbə. İnsanda bu hisslər var, qorxaqlıq, qorxu hissi,
Sən gələ onu idarə eləyəsən. Məndə bu qorxaqlıq yoxdur. Yox, var. Sən onu idarə elə. Qorxu özü bir siqnaldır. Sənə xəbərdarlıq edir ki, qabaqda təhlükə var. Ağıl da verib o təhlükəni sən dəyərləndir. Həqiqətən o təhlükədir ya yox. Həqiqətən belə bir şey var ya yoxdur, ağıl verib sənə. İkinci maneə insanların düzəlməsi üçün, salih olması üçün dünya hərisliyidir. Üçüncü və şuh bil fadl. Bu şuh bil fadl, şuh xəsisliyə deyilir. Tamahkarlığa da deyilir. Çünki xəsislik tamahkarlıqdan gəlir. İnsanın tamahı çox olanda, bir şey çox istəyəndə onu vermək istəmir də. Onun nəticəsi olur xəsislik. Bu xəstəlikdir. Bu tamahkarlıqdır, xəsislikdir, bunlar xəstəlikdir. Quran deyir ki, xəsis insana bütün xəzinələrimi də versəm, yenə də xəstəlikdir. Ləv əntum təmlikunə xəzainə rəhmət Rabbi, idən lə əmsəktum xəşyətəl infaq. Öz xəzinələrimin açarlarını da bu xəsis adama versəm, yenə də infaq etməkdə, ehsan etməkdən çəkinər. Kömək etməkdən çəkinər. Azalar, qutarar. O deyir, pulum azdır, qoy çoxaldım belə, sən nə qədər də səndə olsa. Çünki səndə o xəstə xüsusiyyət. Öz uşaqlarına da bəzən xəstə eləyirlər. Xəstələri mən bir dəfə bölmüşdüm necə qismə. Bəziləri var, daha ağırdır onlarda xəstəlik. Hətta öz ailəsinə pul xərcləməyi xəstə eləyir. Nəysə, vaxtımız azdır, uzun uzadıb barədə danışmayayım. Xəsis insanlar barəsində saatlarla danışmaq olar. Bunlar mənəvi xəstəliklərdir. Mənəvi xəstəliklərdir. Üçüncü, bu idi. Dördüncü və riya fil əməl. Riyakarlıq. Riyakar insanlar cəmiyyətdə təəssüflər olsun az deyildir. Və ibadət edir ya. Əvvəl şeytan çalışır, sizi ibadətdən uzaqlaşdırsın. Bütün insanlar, şeytanın sözüdür, vədəsidir, la oğuyan davam etməyin. İnsanları hamısını hazırmağa çalışırım. İllə ibadəkə minimum müxləsin. İxlaslı bəndələrdən başqa, yəni riyası olmayan bəndələrdən başqa. Gördü sən namaz qıldın, həccə getdin, Allahın dediyini eləyirsən, sənin qəlbində riyaya salacaq. Deyəcək, sən deyinə, cəmaata görə eləyəcək. Riya budur da. Riya, yəni sən insanlara göstərmək üçün bu işi görürsən. Sən görə Allaha görə eləyəsən axı bunu. Sən insanlara görə eləyirsən. Şeytan gördü səni Allahın bəndəliyindən uzaqlaşdıra bilmir, Allahın əmrinə itaat eləyirsən, sənin qəlbivə riya atacaq. Sən namaz qılma, əvvəl deyəcək, namaz qılma, gördü namaza gəldin, məsələn, deyəcək, sənin qıldığın namaz var, onun qıldığı namaz var. Sənin getdiyin həcc var, onun getdiyi həcc var. Görürsən, bəziləri təəssüflər olsun, həccə məşədə gedirlər, gəlirlər, müsbət dəyişməlidir, üçün mənfi dəyişir. Təəssüflər olsun. Çünki bu artıq özünü böyük görür. Yox, səni cəmaat böyük görməlidir, səni qiymətlə. Amma sən özünü aşağı görməlisən. Şeytan girir qəlbə, əməlləri insan cəmiyyətə görə, buna görə eləyir. Bu riyakarlıqdır. Həzrət Əli əleyhissalam bir əl-murai əlilun. Riyakar insan əlildir. Quranda da bu məzmunda ayə vardır. Necə yəni əlildir? Əlil kimə deyirlər? Əlil yəni onun sağlamlığında problem var, onun hərəkətində məhdudiyyət var. Deyir, riyakar insan qolu, qıçı işləmir. O hərəkət edə bilmir. O öz yerində durub elə. O elə bilir hərəkət edir. O qüsurludur. Bu elə bilir ki, yaxşı iş görürsən, cəmaata görə nə eləyirsən işi? Niyə elədiyini danışırsan? Allaha görə eləməyibsən. Və ələm bimən ittəqa. Təqvalı insansan, Allah deyir, mən tanıyıram da səni. Sənin danışmağa deməyə ehtiyacın yoxdur. Əgər mənə görə eləyibsənsə, mən bilirəm. Peyğəmbərlərdən birinə vəhy oldu. İlk gördüyün şeyi yeyərsən. İkincisindən qaçarsan, üçüncüsünü bastırarsan. Bu da səhər durdu, ilk gördüyü şey dağ idi. Dedi, Allahım, dağı necə yeməklər, udmaq olar? Yaxınlaşdı, dağa gördü, kiçilir. Yaxınlaşdı, gördü, kiçildi, bir tikət çörəkdir. Onu yedi, gördü, çox şirindir.
Biraz qabağa götdü, gördü bir teşdir qızılla dolu. Bunu demişdilər ki, bastırarsan. Gəldi onu bastırdı, biraz hərəkət elədi, gördü o çıxdı yenə. Götdü. Götdü bir yerdə heyvan ölür, quşlar da, qarğalar da, qırğılar da o leşdən yeyirlər. Dedi, uzaqlaşarsan ondan, uzaqlaşdı. Allah'tan yozumunu istədi, mənasını istədi. Dedi, bu nədir Allah'ım? Dedi, birinci gördüyün o dağ, o qəzəb dağıdır. Adam deyir, bu qəzəbi udmaq olar. Bunu mən öldürərəm. Bu adamdan qisas alaram. Səni əsəbləşdirirlər. O əsəbi o anda udmaq nə qədər çətin olur? Dağı udmaq qədər insan üçün çətin olur. Deyirsən, yaxınlaş ona. Səbirli ol cənab. Gəlib yaxınlaşdıqca, o zaman keçdikcə görürsən o kiçilir, rahatlaşır. Axırda udsan onu. Əleyhissalam deyir, səbirli olduğu qədər insan, qəzəbi olduğun qədər şirin və şəkərli bir şey yoxdur. İnsan qəzəbini o da Allaha xatir. Əleyhissalam bizim rəhbərimizdir. Əbdəvud o hörmətsizliyi eləyəndə, döyüşdə ağa getdi, biraz gəldi, onu cəhənnəmə vasil elədi. Soruşdular, nə üçün eşidirsiniz bunlar? Dedi, o məni əsəbləşdirdi, mən istəmədim öz əsəbimin təsirindən onu qətlə yetirim, mən onu Allaha görə öldürdüm. Bəli, dedi, o qəzəbin də dağ kimidir. Səbirli ol, udarsan onu. Odandan sonra onun xeyrini görərsən. Nə qədər adamlardan adam eşidir, yaxşıydı o səbirli oldum orada. Səbirli olanlar udurlar. Allah səbirli olanlarla. Həyat çətinliksiz deyil, problemsiz deyil, səbirli olmaq lazım. Səbirli olmaq, hərəkətsiz, fəaliyyətsiz olmaq mənasında deyil. Bəzi adamlar elə başa düşür ki, səbirli olmaq, fəaliyyətsiz olmaq deməkdir. Yox. Səbirli olmaq, çalışmaq, vuruşmaq, məsələni həll etmək mənasındadır. Sən çalışırsansa, problemlər qarşıya çıxacaq. O problemlərə dözməlisən. Allah deyir ki, فَلَا تَنَازَوْا فَتَفْشَلُوا وَتَذَبِرُ رِيحُكُمْ وَاسْبِرُوا İtlaf etməyin, qüdrətiniz əlinizdən gedər, səbirli olun. Deməli, səbirli olmaq təkcə hərəkətsiz olmaq mənasında deyil. Sən çalışmalısan, ixtilaf düşməsin. Çalışmalısan, bir olasan. Çalışmalısan, bu ayı müharibədən nazil olun. Vuruşasan, barizə aparasan, Enfal surəsindədir. Amma o çalışqanlığın nəticəsində sənin qarşına problemlər çıxacaq. Elm oxuyursan, bəli, başın ağrıyar, nə bilim, ac ola bilərsən, başqa işin ola bilər. Sən səbirli ol, kitabı oxu, dərsi oxu, hansı idmana gedirsən, o işində səbirli olmasın və digər məsələlərdir. Dedi, ikinci o gördüyün qızıl teşdirsə, o sənin yaxşı əməllərinidir. Sən onu bastır, sən onu gizlət. Allah onu açacaq. Dedi, götdün, qabağa gördün, açıldı. Mən sənin yaxşı işlərini açacağım. Sən açma bunu. Orada deyil, bu riyakarlığın əlamətidir. Sən ki, Allaha görə iş görmüşdün. Üçüncü gördüyün o leş, o qeybətdir. Qeybətdən uzaq. Qeybətin yıxdığı evləri heç bir əməl, günah dağıtmayıb. Qeybət insandan o mənəviyyatı alır, insandan o imanı alır. Qeybət insanı acizləşdirir. İmam Əleyhisselam deyir, əl-qeybəti cöhdül aciz. Qeybət aciz insanın cəhdidir, çalışqanlığıdır. Aciz insan qeybət edir. Şükürsən, gəl, qaydası ilə o adama səhvini de, yolu ilə. Dalıca oturub danışmaq. Allah eləməz, adam üzünə gülə, dalıca danışır, ona bundan xəbər aparır, bundan. Bunlar xəstəlikdir. Aciz insanların xüsusiyyətidir. Çox danışasan, bu barədə mən çox fikirləşirəm bu insanların
özümüzün bu qüsurlarımız barəsində. Baxın, dinimiz nəyi haram edibsə, onda insana ziyanlar vardır. Ona göre Kur'an'da diyor ki yuharrimu aleyhimul habais ve yuhillu lahumut tayyibat ve yuharrimu aleyhimul habais. Allah pak şeyleri halal edip habis şeyleri yani napak, natemiz şeyleri Allah haram etmiştir. Gıybet natemizdir. Riya natemizliğidir. Yalan natemizliğidir. Diğer bir əməl riyadır. Riya ümumiyyətlə bu barədə çox danışmağa lazımdır. Riya məsələsi çox həssas bir məsələdir. Riyamız düzəlsə, bəndənin riyası düzəlsə, bayaq da mən dostlarına oturanda dedim, Peyğəmbər deyir, əgər namazın qəbul olsa, digər ibadətlərin də qəbuldur, əməllərin qəbul. İn qubilət qubilə masiraha və in ruddət ruddə masiraha. Əgər əməlləri, namazın qəbul olsa, başqa əməllərin qəbul olacaq. Niyə? Çünki Allahla insan səmimi olsa, deməli, digər əməllərdə də səmimidir. Yox, Allahla danışanda, riya ilə danışırsa, əməlləri başqasını göstərməkdən ötürü eləyirsə, deməli, onun digər əməlləri də elədir. Sən Allahla səmimi deyilsən, Allahla danışırsan, amma ixlasın yoxdur. İxlas riyanın əksidir. Sənin niyyətin xalis deyil. Sən həm Allaha göstərməksən, həm də bəndəyə göstərməksən. Mən namaz qıllamam, mən körpü sallamam, mən məscid inşa edirəm. Nə bilim, bu qədər işlərimizdə. Xalis olsa bizim niyyətimiz, o birisi əməllərimiz də xalisləşər. Şeytan burada oturub. Müminin, Müslümanın puskusunda şeytan oturub. Şeytan bizə deyənməz, gəl oğurur elə, gəl şarab içkinə, bunu eləmərik biz. Şeytan gəlib deyər ki, qeybət elə. Şeytan gəlib deyər, riya elə. Şeytan deyər, gəl, bədgümanlıq elə. Çünki bizi şəraba apara bilməz o. O bilir kimə necə yaxınlaşmaq lazımdır. Mən dostlarla danışanda vaxt deyirdim. Deyim, balıq tutanlar bilir hansı göldə, hansı balıqlar var, onlar hansı qurda gəlirlər, hansı yemə gəlirlər. Balıqçılar bilirlər. Şeytan da neçə min ildir insan azdırmaqla məşğuldur. O təcrübəlidir. O bilir insanları necə azdırmaq lazım. Sənə zəif nöqtən nədir? Quran deyir, İnnəl-ləzīnə təqav idə məssəhum taifun minəş-şeytan. Şeytan deyir, taifdir, tavaf edir qəlbi. Necə girim o qəlbə? Necə səni aldadır? Hamımıza aiddir. Ha bu söz, mən, sən yoxdur, hamımıza aiddir. O da İmam Zeynul Abidin Məkarimül Əxlaqda bu məsələləri vurulur. Deyir, namaz qıldım, Allah mənə bəndəliyi nəsib elə, amma fəxirdən qoru günah. Üçbdən qoru günah, qeybətdən qoru günah, yalandan qoru günah. İndi orada xüsusilə qeybət adı gəlməyib, amma bütün hamısı bu ibadətlərimizi, bəndəliyimizi təhdid edən günahlar barəsində danışır. Dördüncüsü riyadır, beşincisi vəl-əcb bir-rəy. Özünü bəyənməkdir. Özünü bəyənmək. Egoistlik, özünü sevmək, özündən razı olmaq. Bu çox böyük bir bəladır. İnsan üçün bəladır. Və insan özünü düzgün qiymətləndirməlidir. Özünə düzgün qiymət verməlidir. Gedirsiniz, analiz verirsiniz. 6 aydan bir ildən bir əla edirsiniz. Amma ruhun analizə ehtiyacı vardır. Ruhun, mənəviyyatımızın hasibu qablə ən tuhasabu. İmamlarımız buyurur, nə qədər sizi hesaba çəkməyiblər, özünüzü hesaba çəkin. Otur, bax, nələr eləyibsən, özü bir hesaba çək. Dedim, qardaşım, sən neçə ildir siqaret çəkirsən? Dedi, 30 ildir. Dedim, fərz elə, fərz elə. İlə sən $2000 siqaret çəkibsən. Mən azım bil.
Bu 30 ildə 60 min dollar eləyir. Elə bundan da getdin qiyamətə. Hə? Sənə dedilər ki, qardaş, sən dedin, mən səni Allah istəyirəm, mən Peyğəmbərə, Əhl-i Beyt yolunda canımı verərəm. Gətirdilər bu 60 min dolları da siqaretə xərcləyibsən. Buradan da sənin İslama dinə, kasıblara, yetimlərə xərclədiyin də qoydular. Əgər bu pul, siqaret pulu, əgər bundan çox gəlsə, sən nədir Allahın üzrə baxa bilərsən, mən səni çox... Desən, elə siqaret çox istəyirəm da. Adi sadə misal deyirəm. Mən sənə aşiqəm, mən canımı verərəm, belə eləyərəm, elə eləyərəm. Qardaşım, özümüzə real baxaq, real qiymət verək. Allah eləməsin, başqa yerlərdə xərcləmişik, onlar gətirərlər Allah deyə ki, sən bax, nələrə pul xərcləyirsən. Özümüzü bir tərəziyə qoyaq da. Dedim, analiz veririk, əla edirik, həkimə gedirik, əla edirik. Amma bu mənəviyyatımızı nə vaxt biz bir tərəziyə qoyarıq, bir onun analizini verərik. İmamların yanına gəlirdilər, deyirlər, namazımı qılıram, əqidəm budur, düzdür ya yox. İmam onun qiymətini verirdi. İndi sən özün analizi vermirsən, bir də sənə gəlib deyəndə qardaş, bu səhvdir də. Necə nə səhvdir? Özündən razıyam axı. Özümü artıq cənnətdə yer almışam, cənnətdə deyir. Mənə demək olar, sən bu şeyin səhvdir. Peyğəmbər deyir ki, mömin möminin güzgüsüdür. Niyə deyir güzgüsüdür? Yəni möminin eybini ona göstərər. Amma mən bunu da deyim, yolu var, qaydası var. Bax, güzgü deyir Peyğəmbər. Güzgü eybi göstərir, amma səssiz deyir. Heç kim onun səsini eşitmir. O, qarşı tərəfin eybini ona göstərir, sən bu eybin var. Qışqırmır. Hədislərdə gəlib ki, cəmaat içində eybləri deməyin. O insanın eybini qıraqda sakitcə ona deyin. 2. Güzgü pisi göstərdiyi kimi, eybi göstərdiyi kimi yaxşını da göstərir. Sən o adamın pisini görürsən, onun yaxşını da görür. Biz ya mütləq pis görürük, ya da mütləq yaxşı görürük. İkisi də səhvdir. O belədir. Mütləq, bu adamı qoyuruq dağın başına, bu adamdan yoxdur. Sonra bir səhv tapırıq ondan, oradan kəllə və Allah salır aşağı. Ya da mütləq batildir bu. Yox, belə deyil, bəşər övladıdır. Səhvi də var, düzü də var. Güzgü, eybi göstərdiyi kimi yaxşını göstərir. Güzgü səssiz bunu göstərir. 3. Güzgü olduğu kimi göstərir. Nə kiçik göstərir, nə də böyük göstərir. Sən də eybi gördün, yaxşını da gör. Səssizdir. Olduğu kimi göstərir. Görürsən, mənim dostumdur. Nə eyibdir o? Adi bir şeydir. Dostu da axı, ya qohumu da axı. Ya özü də axı. Amma başqasıdır. Ya Allah eləməsin düşmənidir. O eyb iynəsini qoyar mikroskop altında qılınc göstərir. Bu böyük bir şeydir. İmam Əli Aleyhisselamın gözəl bir hədisi var. Deyir ki, elə günahlar var, siz o günahları eləyibsiz. O səhvləri etməkdə əminsiniz. Amma qarşı tərəf barəsində ehtimal verirsiniz. Onu məhkum edirsiniz, özünü məhkum eləmirsiniz. Özünüz eləyibsiz bunu. 100% eləyibsiz. Bilirsiniz də. Özünüzü məhkum eləmirsiniz. O günahın başqası barəsində ehtimal verirsiniz. Bu ehtimalan filan yerə gidib bu günahı elədi. Onu məhkum edirsiniz. Nətər adam istəyirsiniz? O egoistliyin nəticəsindədir. Egoist insan öz böyük səhvlərini görmür. Amma digərlərinin xırda səhvini görər. Şümürün deyir, xüsusiyyətlərindən biri də buydu, öz nəzəri, öz fikri. Bu insanların aqibəti çox pis olur. Adam gəri təvazükar olar, adam gəri qarşı tərəfi dinləyə. Peyğəmbərin xüsusiyyətlərindən biri buydu. İnsanları dinləyirdi, Quran deyirdi. Deyirdi, danış görün, bəlkə sən düz danışırsan. Peyğəmbər Allahın rəsulu. Amma biz indi biraz mövqe sahibi oluruq.
bizdən indi uzaq. Misal üçün deyirəm, bəziləri. Görürsən ki, deyir, mən danışıram, sən qulaq as. Sənin heç irad etmək haqqın da yoxdur. Sənin heç danışmaq haqqın yoxdur. Elə deyil. Əhl-i Beytin, imamlarımızın, Peyğəmbərin xüsusiyyəti buydu. İnsanları dinləyirdi. Bunu irad edirlər 62-ci ayə, baxın Tövbə surəsində. İlə və minhumullədinə yu'zunən nəbiyyə və yəqulnəhu uzun. Peyğəmbərə deyirlər, nəuzubillə münafiqlər, qulaqdır. Hamını dinləyir. Uzun xeyrən ləkum. Deyə Peyğəmbər yaxşı qulaqdır. İnsanları dinləyir, düz sözləri qəbul edir, düz olmayanları yolu ilə onlara başa salır. Ya çox sadəlövh hamını dinləyirik, ya da biraz mövqe sahibi oluruq, biraz inkişaf edirik, görürsən ki, heç kimi dinləmək istəmirik. Deməli, 5 amil var, 5 günah var insanların salih olmasının qarşısını alır. Birinci, insanların öz savadsızlığına kifayətlənmək. İkinci, dünya hərisliyidir. Üçüncü, tamakarlıqdır. Dördüncü neydi? Xəsislik də var idi, riyakarlıq idi. Beşinci də ücübdür. İnsanın özündən razı olmasıdır. Bunu mən dedim, hamımıza aiddir. Mən daxili, hamımıza aiddir. Təvazüd eləmirəm. Hər bir insanda bu xüsusiyyətlər var. Bunları gələ nə eləyəsən? İslah eləyəsən, idarə eləyəsən, ta qəbr evinə qədər. Çünki biraz onun qabağını alsan, alimlərimiz deyir ki, nəfs qoyun kimi bir şeydir. Onu çobansız qoysuz, gedib girəcək o bağa, bu bağa. Nəfsimiz belədir. Allama Təbatəbai can üstündə idi. Ağaya gəldilər, dedilər, bizə nəsiyyət edir. Ağa dedi, əl-muraqəbə, əl-muraqəbə, əl-muraqəbə. Öz nəfsinizi qoruyun. Nəfsinizi qoruyun, nəfsinizi qoruyun. Onu öz başına bıraxsanız, gedir onun bağına girər, bunun bağına girər. Heç birimiz də istisna deyilik, Allah aqibətimizi xeyirli eləsin. Allahım sənə and verən izzəti və cəlalı və Əhl-i Beytin hörmətinə aqibətimizi, axirətimizi xeyirli elə ginə. İmanımızı, ixlasımızı kamil elə ginə. Müqəddəs yerin ərsəyə gəlməsində, maddi, mənəvi əməyi olanların pənahında hifz elə ginə. Ömürlərinə hacəti varsa, qəlblərdən sən agərsən hacətlərə elə ginə. Ruzilərini halal, bol elə ginə. Aqibətlərini xeyirli elə ginə. Övladlarına rəhməti, bərəkəti nazil elə. Övladı olmayanlara övlad bəxş elə. Xəstələrinə şəfa inayət elə. Allah sana ad verəm izzəti və cəlallah Əhl-i Beytin hörmətinə ağanın zuhurunu təcil elə. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.